Salam, bugünkü mövzumuz Azərbaycan tarixindən Azərbaycan SSR 1945-1960-cı illərdə mövzusudur. İkinci Dünya müharibəsi Azərbaycanda sənayenin bir sıra sahələrində, xüsusilə də neft sənayesinə mənfi təsir göstərdi. İkinci Dünya müharibəsi dövründə neft quyularının həddindən artıq istismarı nəticəsində Azərbaycanda neft hasilatı kəskin səviyyədə aşağı düşdü. Sənaye məhsullarının istehsalı 1940-cı ilə nisbətən 22% azaldı. Müharibədən sonra Azərbaycanda neft sənayesi və sənayenin digər sahələrini inkişaf etdirmək üçün bir sıra tədbirlər görüldü. Bundan sonra Xəzər dənizində yeni neft yataqlarının aşkar edilməsinə başlandı. Müharibədən sonraki 5 il ərzində Azərbaycanda 10 neft ayırma müəssisəsi tikildi. 1948-ci ildə Xəzər dənizində ilk dəfə neft mədən eskadraları quruldu və bunun nəticəsində 1949-cu ildə dünyada ilk dəfə Xəzər dənizində neft daşlarında ilk neft quyusu fontan vurdu. Bunun nəticəsində dünyada ilk dəfə Azərbaycanda Xəzər dənizində açıq dənizdə neft çıxarılmasına başlandı. Artıq müharibədən sonra Azərbaycanda neft sənayesi ilə yanaşı digər sənaye sahələrinin inkişaf etdirilməsi ilə bağlı da tədbirlər görülməyə başladı. Müharibədən sonraki dövrlərdə Azərbaycanda bir sıra yeni sənaye şəhərləri salınmağa başladı. Hansı şəhərlər? Sumqayıt şəhəri salındı, Daşkəsən, Əli Bayramlı, Mingəçevir kimi yeni sənaye şəhərləri salındı. Bu da sənayenin inkişafına müsbət təsir göstərən amillər oldu. Sumqayıt SSR-də əsas kimya və metallurgiya şəhərinə çevrildi. Bu dövrdə artıq müharibədən sonra yeni sənaye şəhərlərində bir sıra iri sənaye müəssisələri də tikildi. Mingəçevir su elektrik stansiyasının tikintisinə 1945 başlanmışdı. Bunun tikintisi 1954-cü ildə başa çatdırıldı. Cənubi Qafqazda ən böyük su elektrik stansiyasıdır. Həmçinin bu dövrdə Daşkəsən filiz saflaşdırma komponenti də 1954-cü ildə istifadəyə verildi. Azərbaycanda sənaye ilə yanaşı kənd təsərrüfatı və aqrar sahəsində də bir sıra müharibədən sonra tədbirlər görüldü. Əsas məqsəd kənd təsərrüfatını inkişaf etdirməkdən ibarət idi. 1950-ci illərdə Sovet hökuməti xırda kolxozların birləşdirilməsi haqqında qərar qəbul etdi. Xırda kolxozların birləşdirilməsi haqqında 1950-ci illərdə qəbul edilən qərar Azərbaycanda kolxozların sayının azalmasına gətirib çıxartdı. 1950-ci illərin ikinci yarısı, 1960-cı illərdə əkin sahələrini genişləndirmək üçün tədbirlər görüldü. Bu dövrdə üzüm və tütün istehsalı xüsusilə genişləndirildi. Əkin sahələrini genişləndirmək üçün hansı tədbirlər görüldü? İriqrasiya sistemləri inşa edildi, suvarma kanalları və su anbarları tikildi. Bunun nəticəsində isə ölkədə məhsuldarlıq artdı. Bu dövrdə becərilən bitkilər içərisində dənli bitkilər xüsusilə yer tuturdu. Dənli bitkilərdə qarğıdalı əsas yer tuturdu. Əkin sahəsinə görə isə ən çox üstünlük taxılçılığa verilirdi. Müharibədən zamanı Azərbaycanda əhalinin sayı azalmışdı. Azərbaycanda əhalinin sayının azalmasına təsir göstərən amillər nələrdir? Bu dövrdə müharibədən sonra Azərbaycanda əhalinin sayı 17%-dən çox azalmışdı. Müharibədə əhalinin azalmasının səbəbi cəbhədəki itkilərdir. Orduda səfərbərlik ilə bağlı doğumun azalması, mülki əhali arasında ölüm səviyyəsinin artması, bir də müharibə illərində repressiyaların davam etməsi Azərbaycanda əhalinin sayının azalmasına təsir göstərən hadisələrdir. Ümumiyyətlə, müharibədən sonra əhalinin rifahının yüksəldilməsi üçün bir sıra tədbirlər görüldü. Hətta bunun nəticəsində 1947-ci ildə talon sistemi də ləğv edildi. Müharibədən sonra doğum səviyyəsinin yüksəlməsi, həmçinin 1948-1953-cü illərdə Ermənistan SSR-də yaşayan azərbaycanlıların Azərbaycan SSR-yə deportasiya edilməsi Azərbaycanda əhalinin sayının artmasına gətirib çıxartdı. Artıq 1950-ci illərdə Bakıda azərbaycanlı əhalinin sayı xeyli artdı. Demoqrafik vəziyyət dəyişdi. Bunun səbəbi nə idi? Bakıda əhalinin sayının artmasının səbəbi Bakıda əhalinin
artmasının başlıca səbəbi Bakıda sənayinin sürətli inkişafı, bir də 1959-cu ildə kolxozçulara pasport verilməyə başladı. 1959-cu ildə kolxozçulara pasport verilməyə başlanması nəticəsində artıq kənddən gənclər kənddən şəhərə axın etməyə başladı. Bunun nəticəsində Bakıda Azərbaycanlı əhalinin sayı çoxalmışdı. Artıq 1959-cu ildə Azərbaycanda əhalinin sayı müharibədən əvvəlki səviyyəyə gəlib çatdı. 1960-cı illərin sonunda artıq Azərbaycan əhalisinin sayı 5 milyon nəfəri keçmişdi. 1970-ci illərdə Azərbaycan SSR-də əhalinin yarıdan çoxu şəhərlərdə yaşayırdı. Müharibədən sonra da totalitar rejimin gücləndirilməsi istiqamətində tədbirlər görülməyə başladı. Bu dövrdə də SSR Komünist Partiyasının birinci katibi Stalin idi. Yerlərdə isə onun təyin etdiyi şəxslər öz fəaliyyətini davam etdirilirdi. Bu dövrdə müharibədən sonraki dövrdə Azərbaycan SSR-nin birinci katibi Mirzəfər Bağırov idi. Müharibədən sonra da Stalinin şəxsiyyətə pərəstişi daha da gücləndi. Bu dövrdə də müharibədən sonra da repressiyaların yeni dalğası davam edirdi. Xalq düşmənlərinin axtarışı davam etdirildi və yenə də çoxlu şəkildə insan repressiyalara məruz qaldı. Tarix elmi üzərində ideologiya daha da sərtləşdirildi. Məktəblərdə Azərbaycan tarixi adı altında SSR tarixi tədris edilirdi. Azərbaycan tarixi saxtalaşdırılırdı. Bu dövrdə Azərbaycanın milli qəhrəmanlıq dastanı olan Kitab-ı Dədə Qorqud dastanına Feodal xan eposu damğası vuruldu. Azərbaycanın görkəmli tarixçisi Abbasqulu Ağa Bakıxanov fanatizmdə, Mirzə Kazım bəy isə çarizmin sadiq qulu olmaqda günahlandırıldı. Bu dövrdə görkəmli akademiklərdən olan Dadaşzadə Türkiyə casusu adlandırıldı. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xalqa zidd siyasət yürütdüyü elan edildi. 1948-ci ildə akademik Heydər Hüseynovdan Stalin mükafatı geri alındı. Bunun səbəbi nə idi? Heydər Hüseynov 19-cu əsrdə Azərbaycanın ictimai-siyasi fikir tarixində əsərində Şamil hərəkatın çarizmlə qarşı azadlıq mübarizəsi adlandırdığı üçün ondan Stalin mükafatı geri alındı. Müharibədən sonra ermənilər Qarabağa yenidən ərazi iddiaları qaldırdılar. 1945-ci ilin noyabrında Ermənistan rəhbərliyi Moskva qarşısında tələb irəli sürdü ki, iqtisadi cəhətdən Dağlıq Qarabağ Ermənistandan asılı olduğu üçün Ermənistana birləşdirilməlidir. Bu zaman Stalin Azərbaycan Komünist Partiyasının birinci katibi Mirzəfər Bağırova müraciət etdi. Mirzəfər Bağırov bildirdi ki, Dağlıq Qarabağda yaşayan əhalinin böyük əksəriyyəti, xüsusilə Şuşada yaşayanların böyük əksəriyyəti Azərbaycanlılardan ibarətdir. Bu şərtlə ki, Dağlıq Qarabağ Ermənistana verilə bilər, müəyyən tarixi dövrlərdə Ermənistana verilmiş ərazilər Azərbaycana geri qaytarılmalıdır. Ermənistan rəhbərliyi və SSR rəhbərliyi gördü ki, məsələ başqa istiqamətdə inkişaf edir. Ona görə bu iddialarından hələlik əl çəkmək məcburiyyətində qaldılar. Müharibədən sonra ermənilər Dağlıq Qarabağa olan iddialarına nail ola bilmədilər. Ona görə ki, qərara gəldilər ki, xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsi barədə Moskva qarşısında yenidən vəsadət qaldırdılar. 1946-cı ildə SSR Ali Sovetinin rəyasət heyəti xaricdə yaşayan ermənilərin Ermənistan SSR ərazisinə köçürülməsi haqqında qərar qəbul etdi. Ermənistan SSR-dən köçürülənlər hansı torpaqlar hesabına təmin edilməli idi? Ermənistan SSR ərazisində yaşayan Azərbaycanlılar deportasiya edilməli idi. Onun əvəzinə isə burada xaricdən gələn ermənilər məskunlaşdırılmalı idi. 1947-ci ilin dekabr ayında SSR Nazirlər Soveti Ermənistan SSR-dən kolxozçuların və başqa Azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür Araz ovalığına köçürülməsi haqqında qərar qəbul etdi. 1948-ci ilin 10 mart tarixli qərarla köçürülməni həyata keçirmək üçün konkret tədbirlər müəyyən edildi. Ermənistan SSR-dən köçürülmüş Azərbaycanlılar əsasən hansı ərazilərdə məskunlaşdırılır? Kür Araz ovalığı və digər ərazilərdə yerləşdirildilər. Bunlar əsasən hansı rayonlardır? Ucardı, Göyçaydı, Əli Bayramlıdır, İmişli kimi rayonlarda, Saatlı, Sabirabad kimi ərazilərdə
artıq Ermənistandan köçürülən azərbaycanlılar məskunlaşdırıldı. 1948-53-cü illərdəki deportasiya nəticəsində Ermənistanda SSR-də yaşayan azərbaycanlıların sayı xeyli azaldı. Həmçinin bu dövrdə Azərbaycanda yeni salınmış sənaye şəhərlərinə də minlərlə başqa yerdən gələn işçilərlə yanaşı, həmçinin ermənilər də məskunlaşdırılmışdı. Hansı ərazilərdə? Sumqayıtda, Mingəçevirdə, Əli Bayramlıda və Daşkəsəndə. Artıq 1953-cü ilin mart ayında Stalin SSR Komünist Partiyasının birinci katibi Stalin vəfat etdi. Bundan sonra SSR-nin birinci katibi vəzifəsinə Nikita Xruşov seçildi. 1953-cü ildə qüsurlu əməllərinə görə Mirzəfər Bağırov da vəzifəsindən kənarlaşdırıldı. 1956-cı ildə isə xalq düşməni kimi güllələndi. 1954-cü ildə Azərbaycan SSR Komünist Partiyasının 20-ci qurultayında İmam Mustafayev Azərbaycan Komünist Partiyasının birinci katibi seçildi. İmam Mustafayev 1954-1959-cu illər ərzində Azərbaycan Komünist Partiyasının birinci katibi olmuşdu. 1956-cı ildə isə Sovet KP-nin 20-ci qurultayında Stalinin şəxsiyyətə pərəstişi tənqid edildi. Bundan sonra artıq SSR ərazisində mülayimləşmə dövrü başladı. İmam Mustafayevin Azərbaycana rəhbərlik dövrü 54-59-cu illəri əhatə edir. İmam Mustafayev xalqın vəziyyətini yaxşılaşdırmaq üçün bir sıra tədbirlər gördü. Həmçinin milli dəyərlərin, elmin, təsərrüfatın inkişafı üçün əsaslı tədbirlər görüldü. Məhkəmə quruculuğu, mülki və cinayət məcəllələrinin qəbulu 1956-cı ildə Respublikanın öz ixtiyarına verildi. 1930-cu illərdə repressiyaya qalmış şəxslərin işini araşdırmaq üçün xüsusi komissiya yaradıldı və bunun nəticəsində 1930-cu illərdə repressiyaya qalmış minlərlə insana bəraət verildi. 1956-cı ildə Azərbaycan Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında yeni maddə əlavə edildi. Kargüzarlıq işlərinin Azərbaycan dilində aparılması ilə bağlı tədbirlər görüldü. 1956-cı ildə Bakıda telestudiya fəaliyyətə başladı. 1959-cu ildə Azərbaycan SSR Ali Sovet Rəyasət Heyətinin qəbul etdiyi qərara əsasən Rus məktəblərində Azərbaycan dilinin icbari təhsili barədə qərar qəbul edildi. Artıq Bakının ictimai-iqtisadi həyatında Azərbaycanlı kadrların rolu artdı. Bunun artmasının səbəbi nə idi? Bakıda sənayenin inkişafı, ölkədə yeni iş yerlərinin açılması, kəndli gənclərin Bakıya axın etməsi burada Azərbaycanlı kadrların sayının və Azərbaycanlı əhalinin sayının artmasına gətirib çıxartdı. Bakıda yerli əhalinin tərkibi Azərbaycanlıların xeyrinə dəyişdi. Bakı artıq Moskva tərəfindən beynəlmiləl şəhər hesab edilirdi. Hətta bu dövrdə Moskva rəhbərliyi qərara gəlmişdi ki, Bakını birbaşa Moskvaya tabe etmək. Lakin burada əhalinin tərkibinin dəyişməsi, Azərbaycanlının xeyrinə dəyişməsi Moskvanın bu fikirdən imtina etməsinə gətirib çıxartdı. Həmçinin İmam Mustafayevin dövründə milli dirçəliş meyilləri gücləndi. Bundan isə Sovet hökuməti ciddi şəkildə narahat olmağa başladı və bundan sonra yenidən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsi yenidən ortalığa atıldı. Ermənistanda anti-türk əhval ruhiyyəsi yenidən qızışdırıldı. Ermənistanda Azərbaycan dilində çıxan bir sıra qəzet və jurnalların fəaliyyəti qadağan edildi. İmam Mustafayevin dövründə millətçiliyin artırılması, dövlətçilik sahəsində bir sıra tədbirlər görülməsinə görə 1959-cu ildə İmam Mustafayev qondarma iddiamla millətçilikdə təqsirləndirilərək vəzifəsindən kənarlaşdırıldı. Onun yerinə isə Vəli Axundov Azərbaycan Komünist Partiyasının birinci katibi vəzifəsinə gətirildi. Vəli Axundov Azərbaycan Komünist Partiyası kimi fəaliyyəti dövrü 1959-1969-cu illəri əhatə edir. Vəli Axundovun dövründə milli dəyərlərə inam daha da artırıldı. Diqqət daha da artırıldı. 1962-ci ildə Milli Azərbaycan qərargahı yaradıldı. Qərargahın sədri Oqtay Rəfili, müavini isə Xudu Məmmədov oldu. 1962-ci ildə yaradılan Milli Azərbaycan qərargahının yaradılmasında məqsəd nə idi? Mühüm vəzifələrə
Azərbaycanlıların gətirilməsinə nail olmaq, Respublika büdcəsinin Moskvadan yox, Bakıdan ayrılmasını təmin etməkdən, Bakıdan həll olunmasına təmin etməkdən ibarət idi. Həmçinin MAQ-ın yaradılmasında məqsədlərdən biri də milli oyanışa xidmət etməkdən ibarət idi. Və beləliklə, Milli Azərbaycan qərargahının səyi nəticəsində bir sıra mühüm vəzifələrə Azərbaycanlı şəxslər gətirildi. 1966-cı ildə Bakıda Cənubi Azərbaycandan olan Məhəmməd Hüseyn Şəhliyarın Heydər Babaya salam poeması nəşr edildi. 1967-ci ildə Ulduz jurnalı fəaliyyətə başladı. Vəli Axundovun dövründə Azərbaycan metropoliteni də 1967-ci ildə istifadəyə verildi. 1967-ci ildə Şıxali Qurbanovun təşəbbüsü ilə Novruz bayramı bahar bayramı kimi rəsmən qeyd edilməyə başladı. Bu da mühüm əhəmiyyətli hadisələrdən biri idi. 1969-cu ilin mayında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti Ermənistana verilməsi haqqında hələ 1938-ci ildə qəbul edilmiş qərarı təsdiq etdi. Burada Azərbaycanın 2000 hektara yaxın torpağı Ermənistan SSR-yə verilməlidir. Lakin sonrakı dövrdə, bu dövrdə hakimiyyətə gələn Heydər Əliyev bu qərarın icrasına yol vermədi, imkan vermədi. 1960-cı illərdə ermənilər növbəti dəfə Dağlıq Qarabağa qarşı ərazi iddiaları irəli sürdülər. Ancaq bu dövrdə SSR-nin rəhbəri olan Nikita Xruşov bu hadisənin bütün SSR-də milli münaqişə ocaqlarına səbəb olacağını nəzərə alaraq Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi təklifini rədd etdi. Bu dərsimizlə bağlı bu qədər.